Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Ümid eləyirəm ki, yaxşısınız. Bu gün sizlərə söz verdiyim kimi yaş böhranları haqqında danışmaq istəyirəm. Yaş böhranları nədir? Böhran daha doğrusu nədir? Hansı böhranlarımız var və s. kimi. Deməli müəllimələr, böhran əsasən sindrom da nəzərdə tutulur və böhranlar uşağın davranışında olan bir sıra xüsusiyyətlərdir. Yəni məktəbəqədər təhsildə yaş böhranlar ki var, uşaqların inkişaf prosesində müəyyən dövrlərdə meydana gələn emosional, psixoloji və davranış dəyişiklikləri ilə xarakterizə olunan keçid mərhələləridir. Və bəzən olur ki, valideynlər uşaqlarda bu böhranlar baş verən zaman narahat ola bilirlər. Amma uşaqların, inkişafı üçün bu böhranların olması da vacib xüsusiyyətlərdəndir. Baxaq bir yaş böhranına. Bir yaş böhranı nədir? Ümumiyyətlə qısa dildə desək, yəni sadə dildə, burada bir yaş böhranında olan uşaqda hər şey mənimdir anlayışı olur. Yəni uşaqlar burada hər şeyi özləri etmək istəyirlər. Heç bir şeyini heç kəslə bölüşmürlər və hətta valideynlərə belə qarşı çıxa bilirlər. Və valideynlər burada əsasən inkar şəkilçilərdən istifadə etməməlidirlər. Çünki nə qədər uşaqlara etmə, eləmə, olmaz sözlərini dedikcə uşaqlar daha da aqressivləşir, inadlaşmağa başlayırlar. Və birinci ilin sonunda artıq uşaq ayaqları üstündə dəstəksiz dayanmağa, gəzməyə başlayır və nəticə olaraq da gündəlik həyatında sərbəstlik yüksəlir. Yəni o otaqdan bu otağa qaçırlar, dolabları açıb oradakı əşyaları qarışdırırlar, divarın kağızlarını cızırlar. Yəni ümumiyyətlə əşyalara toxunurlar. Yəni bir növ yaş xüsusiyyətlərində olan əşyavi manipulyativ dövrü də xatırlaya bilərik. Və burada valideynlərin diqqət etməli məqamlardan biri də odur ki, uşaqlar artıq dəstəksiz gəzməyə başladıqlarına görə hər bir əşyaya toxunmağa meylli olurlar. Və valideynlər burada uşaqlar üçün təhlükə yarada biləcək hər bir əşyanı əl altından götürməlidirlər. Çünki uşaqlar hər bir əşyaya toxunduqları üçün onlar üçün təhlükəli olan əşyaları valideyn ətrafdan toplamalıdır. Daha sonra tədqiqatlar bir yaş böhranını 10-15-ci ayları əhatə edir. Tədqiqatlar göstərir bunu və burada əsasən iki məqsəd özünü göstərir bir yaş böhranının baş verməsində. Birinci olaraq körpə artıq fiziki müstəqilliyə can atır, yəni hər şeyi özü etməyə çalışır. İkinci olaraq da yetkin insanların yox, sadəcə özlərinin öz istəklərinin ön planda olmasını istəyirlər. Yəni müdaxilə edilməsini istəmirlər, sərbəstlik istəyirlər. Və hətta bu dövrdə olan uşaq hara gedəcəyinə, nə vaxt gedəcəyinə, nə geyinəcəyinə, nə ilə oynayacağına belə özü qərar vermə iddiasında olur və bir zamanlar çox sakit bir körpə o birdən kaprizli, davakar bir insana çevrilir. Bu da inkişafın mərhələsi psixologiyada böhran adlandırılır. Yəni bununla da psixi inkişafda körpəlik dövrü başa çatmış olur. Yəni uşaq hər şeyi müstəqil etməyə çalışır. Daha sonra bir yaş böhranında artıq tərbiyə çətinləşir. Yəni uşaqlarda inadkarlıq, valideyn tərəfindən diqqətin tələb edilməsi, böyüklərin tələblərinə uymamaq kimi davranışlar özünü göstərir. Müsbət və mənfi yeniliklər yaranır, yəni sərbəstlik cəhdləri yaranır uşaqlarda, yetkin tərəfindən olan qiymətləndirməyə qarşı həssaslıq olur, yəni tez küsə bilirlər, böyüklərə qarşı narazı, aqressivlik yarana bilir, qeyri-adi və ziddiyyətli davranış uşaqlarda özünü göstərir. Məsələn, əvvəlcə kömək istəyirlər, amma daha sonra ondan imtina eləyirlər. Kaprizlər çoxalır və böhran uşağın bütün sahələrini etibar edir. Yəni bacarmasa belə əşyalarla olan hərəkəti müstəqil etməyə cəhd edirlər. Yəni bayaq dediyimiz nümunə uşaq qaşığı tuta bilmir, amma anasının da onu yedizdirməsinə imkan vermir. Daha sonra məsələn artmış bacarıqlarla yanaşı birinci ilin sonunda uşaqda xüsusi psixi keyfiyyətlər də formalaşır. Yəni 1 yaş uşağın davranışları təkcə ətrafında olan əşyaların təsiri ilə yox, hətta yadına düşən obraz və təsəvvürlər əsasında da idarə olunur. Və bu obrazlar motivləşən təsəvvürlər adlanır. Bu nədir? Məsələn, əvvəl uşağın diqqətini bir oyuncaqdan digərinə asanlıqla yönəldə bilirdiksə, artıq onu edə bilmirik. Çünki uşaq oyuncağın nə olduğunu bilir. Yəni o obrazı yadına salıb onun ardınca gedə bilir. Bu da 1 yaş böhranında özünü göstərir. Daha sonra 3 yaş böhranına baxaq. 3 yaş böhranı da uşağın həyatının ən çətin və dönüş anı hesab olunur. Bu isə uşağın yaş müstəqilliyi və aktivliyi ilə bağlıdır. Yəni 1 yaş böhranında olduğu kimi də, yəni bu dövrdə də hər şey valideynin səbrindən asılıdır. Daha sonra tədqiqatçılar əsasən 3 yaş böhranını getdi
7 xüsusiyyəti var. Birinci olaraq neqativizm nədir? Neqativizmi uşaqlar xüsusilə böyüklərin onlardan istədiklərini etmirlər. Bir də məsələn hər şeyin əksini deyirlər. Məsələn göyün üzünə mavi, daha doğrusu yaşıl deyirlər. Günəşə qırmızı deyirlər. Yəni hər şeyin əksinə. Məsələn valideyn ona qatıq ağdır desə də uşaq xeyr, qatıq qaradır məsələn deyir. Və neqativizm özü də aktiv və passiv olmaqla iki yerə ayrılır. Aktiv neqativizm nədir? Məsələn uşağa deyirik ki, hər hansı bir şeyi elə. Uşaq bunu inkar eləyir. Başlayır, yox, eləmirəm, etməyəcəm deyir. Passivdə isə artıq uşağa məsələn nəyisə elə deyəndə o sadəcə eləmir. Yəni aktivdə uşaq inkar eləyir, etməyəcəm, eləməyəcəm deyir. Passivdə isə sadəcə olaraq o işi eləmir. Bu da neqativizmə aiddir. Daha sonra inadkarlıq nədir? İnadkarlığı biz höcətlik kimi də görə bilərik. Yəni bu həqiqətən o demək deyil ki, uşaq nəyisə həddən çox istəyir, həddən artıq, yəni çox istəyir. Sadəcə olaraq o böyük adamın onun fikri ilə hesablaşmasını istəyir. Yəni bu nədir? Məsələn, valideynin qoyduğu qaydanı dəyişməyə çalışır. Yəni bilir bu qayda dəyişməli deyil, amma öz istəyini irəli sürmək üçün o qaydanı dəyişməyə çalışır. Bu da olur uşağın inadkarlığı. Bir də var tərslik. Tərslik nədir? Uşaq valideynlərinin heç bir tələbi ilə razılaşmaq istəmir. Mən oyuncaqlarımı yığmaq istəmirəm, halbuki belə etməzdi. Bunu çox vaxt neqativizm və tərsliklə də qarışdırır. Yəni neqativizm və tərsliyi qarışdırırlar. Məsələn, belə bir nümunə deyə bilərəm. Neqativizmdə olan bir uşaq, məsələn, sadəcə qarşı çıxmaq üçün etiraz edir, amma tərslikdə seçim etmək hüququnu göstərir. Məsələn, uşaq su istədiyini deyir, amma valideyn ona su verəndə içməkdən imtina edir. Bu uşağın olur neqativizmi. Amma tərslikdə isə, məsələn, uşaq konkret olaraq stəkanda deyil, butulkada su istəyir və bunu qətiyyətlə də müdafiə edir. Yəni neqativizmdə sadəcə qarşı çıxmaq üçün etiraz edir. Tərslikdə isə seçim etmək hüququnu göstərir. Yəni fərqi bundan ibarətdir. Daha sonra özbaşınalıq nədir? Özbaşınalıq böhran zamanı müstəqil olmaq. Yəni mən özüm anlayışı, yəni 1 yaş böhranında olduğu kimi və burada yəni bu iş haqqında heç bir anlayışı olmasa da uşağın, yəni onu mən özüm eləyəcəm deyir. Məsələn, deyə bilərsiniz ki, 1 yaş böhranında da var mən özüm anlayışı, mən özüm etmək. 3 yaş böhranında da fərqi nədir? Məsələn, 1 yaş böhranında olan uşaq özünü dünyanın mərkəzi kimi görür. Yəni başqalarının hisslərini, fikirlərini başa düşə bilmir. Məsələn, uşaq oyuncaq istəyir, amma başqa uşaq o oyuncaqla oynayırsa bunun fərqinə varmır və dərhal onu almaq istəyir. Yəni başqasının hisslərini dərk etmir. Amma 3 yaş böhranında isə bunu dərk eləyir və dərk etsə də yenə də o oyuncağı o uşaqdan almağa çalışır. Yəni 1 yaş böhranı ilə 3 yaş böhranında olan mən anlayışı, mən özüm anlayışı bundan ibarətdir. Daha sonra etiraz nədir? Etiraz, məsələn, uşaq hər hansı bir sevdiyi oyuncağı olur. O sevdiyi oyuncağı valideyndən istəyir. Amma valideyn onu verəndən sonra onu yerə atır, sevməz kimi davranır. Yəni, hətta bəzən valideynlər bu anda uşaqların onlarla lağ etməsini belə düşünə bilirlər. Dəyərsizləşmə nədir? Bütün uşaqlar, yəni hətta, daha doğrusu bütün əşyalar, hətta sevdiyi oyuncaqlar belə uşağın gözündən düşür. Yəni, hər hansı bir sevdiyi oyuncaq olur, artıq oyuncağı istəmir. Yəni, gözündən düşür. Məcburiyyət nədir? Məcburiyyətdə olan yəni uşaq böhran dövründən istifadə edərək öz dediyini burada elətdirməyə çalışır. Yəni məsələn öz anasına, atasına, yəni əmr eləyir ki, mağazaya gedib o oyuncağı mənim üçün alacaqsınız. Yəni belə məcburiyyət etdirməyə çalışır öz böhran dövründən istifadə eləyərək. Daha sonra baxaq 6-7 yaş böhranına. 6-7 yaş böhranı nədir? Artıq bu dövrdə yaranmış böhran vəziyyəti uşağın yəni məktəb həyatına daxil olmasıdır. Artıq burada oyunlar, yəni rollar dəyişir, olur təlim. Yəni təlimlə əvəz olunur oyunlar. Artıq nüfuzlu, etibarlı şəxslər başqaları ilə əvəz olunur. Əgər əvvəllər valideynlər uşaq üçün ona hörmətli, etibarlı şəxs idisə, indi hər dəfə məsələn dəyişilir, olur bir şəxs, yəni müəllim peyda olur. 6-7 yaş böhranında və 7 yaş böhranında əsas yenilik özünə sevgi və özünü qiymətləndirmə yaranır. Yəni uşaq özünü qiymətləndirməni məktəbdəki nailiyyətlərindən asılı olaraq yüksək və yaxud da ki aşağı şəkildə qiymətləndirə bilər. Daha sonra uşaq bu günə qədər ona məlum olmayan emosiyalar və
narahatçılıqlar keçirməyə başlayır və o hərəkət etməzdən əvvəl götür-qoy eləyir, keçirdiyi hissləri başqalarına büruzə verməməyə çalışır və sairə kimi 6-7 yaş böhranına aid edilə bilər. Daha sonra yeniyetməlik böhranı nədir? 3 yaş böhranı kimi yeniyetməlik dövrü də uşaq həyatının dönüş anı hesab edilir. Burada uşağın orqanizmində, bədənində müxtəlif dəyişikliklər baş verir. Məsələn, artıq uşaqların orqanizminin mütənasibliyi dəyişir, cinsi göstəricilər yaranır, əhvalın dəyişməsi ilə bağlı ürəyin və ciyərlərin fəaliyyətində çətinliklər meydana çıxa bilir. Və yeniyetməlik böhranında artıq etibarlı nüfuzlu şəxslər dəyişir. 6-7 yaş böhranında məsələn dedik, əvvəlcə valideyn, sonra müəllim idisə, artıq yeniyetməlik dövründə uşağın ətrafı olur. Yəni yaşıdları ilə ünsiyyəti olur. Daha sonra uşaq məsələn öz bədənində baş verən dəyişikliklərə ögey münasibət bəsləyə bilir və onu da qeyd edək ki, bu mərhələni uşağın özünün idarəçiliyinə buraxmaq olmaz. Yəni onun idarə olunmasına sərt şəkildə israr etmək də düzgün deyil. Yəni valideynin nəzarəti altında, yəni uşaq dost ünsiyyəti qurmalıdır. İstəklərinin mümkünlü və ya mümkünsüzlüyünün səbəbini ona başa düşəcəyi qədər, yəni aydın izah edilməlidir. Daha sonra bu yaş dövründə uşağın nailiyyəti və yeniliyi özünü təhlil etməsindən yaranır. Yeniyetmə dövründə uşağın dünya görüşü formalaşır. Daha sonra və böhran yalnız uşaqların inkişafında deyil, həm də böyük insanlarda da, yəni müəyyən yaş dövrlərində baş verir. Böhranlar insan yaşa dolduqca onun inkişafına, öz imkanlarını və xüsusiyyətlərini daha yaxşı tanımağa və düzgün qiymətləndirməyə kömək edir.